sevinərəm. Gör nə qədər burada Mən də iştirakçı. madem ki Hamınız iştirakçı evlənməyə gəlmişsiniz, ailə qurmağa gəlmişsiniz, hə? madem iştirakçı buradan getdi, mən də buradan gedim. Hə, keç otur sən də. Əmin adımı Bax, istəsin. indi mən bir şey deyim də, Füsunə xanım, Süleyman bəy söz verib ki, toya qədər inşallah bir 15 gün var, bir best verəcək, arıqlayacaq. Ondan sonra, daha indi nə qədər vaxtda biz bir yerdəyik, Süleyman bəy danışdı, siz də... Niyə arıqlasın ki? Ay Süleyman, mane olur sizə bu artıq çəki, ürəyinizdə qalan... Çox deli artıq nədir ki? Yaxşı insan çox olmalıdır. Hə, xanımlar görsən, dillər yox, normaldir, çox çökü deyil. Mən də onu deyirəm də, yaxşı insan çox olmalıdır. Adam bir baxsı gözü doysun da. Aman qızları baxır deyirəm görə, onlar deyir ki, bir 10 kilo, 20 kilo atsan gözü olur. Ay xala qızı, problemi yoxdur. Əsas odur sağlam olsun. İdmanla məşğul olarsın. Olur. Hə. Və buyurun. Füsunə xanım, sənə də siz suallarınızı verin də. 40 yaşı var. Bilirsən ümumiyyətlə, Süleymana baxmırsan sən? İndi görsə, 40 yaşı var, Rusiyada nigahlı olub, 17 yaşında qızı var, Cangüdən işləyib, xeyli pul qazanıb. İndi hansı şəhərdə Rusiyaya aparacaqsın? Novorossiysk. Novorossiyska aparacaq, Bakıda da yaşamaq ehtimalı var və deyir ki, qəlbi hicablı bir xanım olsun. Bakıda yox, Neftçalada. Neftçalada var bunların evləri. Neftçalada da. Hə, orada yaşayacaqlar 1 ay, 2 ay, amma sonradan köçəcəklər. Amma Bakıya köçüb qayıtmaq da ehtimal Azərbaycan. Azərbaycan daha doğrusu. Aha. Evləri amma Neftçaladadır. Hə, Şəhərdə yoxdur, yox. Neftçalada yox. Neftçala şəhər. Bax, biz şeyləmir ya, birdən məsələn, hay, huy, ay, əl saldı, hamı alqışladı, amma belə şey, o sizə belə başqa cür, yəni qərar vermək üçün belə təsir göstərməsin ki, siz dəqiq fikirləşin, baxın, danışın, yəni tam olaraq elə olsun ki, yəni sizin ürəyiniz olsun. Yəni siz xoşbəxt olasınız. İndi siz ekran qarşısında